3 dekabr beynəlxalq əlilliyi olan şəxslər günü münasibətilə Azərbaycanda əlilliyi olan şəxslərə birdəfəlik maliyyə dəstəyi veriləcəyi gözlənilir. Sosial Xidmətlər Agentliyi bununla bağlı ilkin məlumatı ictimaiyyətə təqdim edib. Yardımın məbləğinin 30 manat olacağı bildirilir və müraciətlərin filiallar və elektron poçt vasitəsilə qəbul ediləcəyi qeyd edilir. Yeni Sabah məlumat verir ki, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov məsələyə münasibət bildirərək əlavə edib ki, bu yardım bütün əlilliyi olan şəxslərə şamil olunmur. Bu əlilliyi olan bütün şəxslərə şamil edilmir. Maddi yardıma ehtiyacı olanların kim olduğu qanunvericilikdə göstərilib. Həmin şəxslərin müraciəti əsasında ola bilər ki, onlara birdəfəlik müavinət verilsin. Ölkədə yarım milyona yaxın əlilliyi olan şəxs var, müavinət hamısını əhatə etməyəcək. O həmçinin əlavə edib ki, bu cür birdəfəlik müavinətlər hər il verilir və məbləğ ildən ilə dəyişə bilər. Bu cür birdəfəlik müavinətlər hər il verilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sərəncamı ilə öncədən müraciət etmiş şəxslərə və ya müəyyən olunmuş şəxslərə bu cür yardımlar edilir. Məbləğ isə ildən ilə dəyişə bilər. Hər halda məbləğindən asılı olmayaraq bu müsbət addımdır. Bu əlillərə dəstəyin bir formasıdır.